Ola bilər ki, həmin şəxsin bir cinsi infeksiyası var. Bu dərman vasitəsi ona heç bir təsir edəməyəcək. İnternetdə yazılan dərman preparatları və qida əlavələri müsbət nəticə vermir çox vaxt. Cavanlar, eyni zamanda orta yaş nəslin nümayəndələri də yenidən ata olmaq üçün sperma keyfiyyətini artırmanın dərmanlara üstünlük vermək istəyirlər. Son vaxtlar məndən soruşurlar ki, sperma keyfiyyətini artırmaq üçün hansı dərman preparatlardan istifadə etmək olar və yaxud da ki, onlar soruşurlar ki, internetdə müxtəlif dərman preparatları var, hansı ki, spermanın keyfiyyətini artıra bilər. Bundan istifadə etmək olarmı? Bu kimi suallarla müraciət edirlər. Əsasən də ata olmaq istəyən bizim cavanlar, eyni zamanda orta yaş nəslin nümayəndələri də yenidən ata olmaq üçün sperma keyfiyyətini artırmanın dərmanlara üstünlük vermək istəyirlər. Və bu məqsədlə onlar internetdə və eyni zamanda sosial şəbəkələrdə son zamanlar populyar olan ChatGPT-də deməli axtarış edirlər və onlara müxtəlif dərman preparatları, müxtəlif qida vasitələri tövsiyə olunur. Amma təəssüf ki, heç də internetdə yazılan dərman preparatları və qida əlavələri müsbət nəticə vermir çox vaxt. Çünki onların mənbəyi bilinmir və bunlar həkim tərəfindən təyin olunmur. Ona görə də çox vaxt nəticə ürəkaçan olmur. Nəzərinizə çatdırım ki, süni intellekt, elm, texnika nə qədər inkişaf eləsə də bu insan zəkasını əvəz edə bilməz və istənilən bir dərman preparatı və yaxud da ki, qida əlavəsini həkimin göstərişi olmadan qəbul etmək sonda arzu olmayan hallara gətirib çıxara bilər. Çünki hər bir orqanizm fərdi xarakter daşıyır və hər bir orqanizmin orqan və sistemləri ayrıdır. Birinə kömək edən dərman vasitəsi digərinə kömək eləməyə də bilər və yaxud da ki, əks təsir göstərə bilər. Buna görə də əvvəlcə səbəbi araşdırmaq lazımdır. Birincisi, spermogramma analizini düzgün vermək lazımdır. Bunun üçün 3-4 gün cinsi pəhriz saxlamaq və sonra yeyib vermək lazımdır. Bu bir. İkinci, spermogramma analizində morfologiya dəqiq araşdırılmalıdır və onun hansı bir hissəsində problemin olmağı aydınlaşdırılmalıdır. Bu kəmiyyət, keyfiyyət problemi ola bilər, bu morfologiyada problem ola bilər. Eyni zamanda spermogrammanın analizi zamanı spermatozoidlərin özünün patologiyası ola bilər ki, bunlar ayrıca mövzudur və bunlar ayrıca araşdırılıb düzgün müalicə olunmalıdır ki, sonda nəticə olsun. Bu nöqteyi nəzərdən istənilən halda səbəbi bildikdən sonra müalicə təyin olunmalıdır. Ola bilər ki, həmin şəxsin bir cinsi infeksiyası var. Bu dərman vasitəsi ona heç bir təsir edəməyəcək. Ola bilər ki, onun hormonal pozğunluğu var və bu təqdirdə də təyin olunan və yaxud internetdən gelib aldığı qida əlavəsi heç bir təsir göstərməyəcəkdir. Buna görə də mənim məsləhətim, tövsiyəm ondan ibarətdir ki, əgər spermogramma analizində problem varsa, yəni spermatozoidlərin kəmiyyət, keyfiyyət problemi, eyni zamanda morfologiyasında çatmamazlıq varsa, bunun səbəbi tapıldıqdan sonra düzgün mütəxəssis tərəfindən müalicə olunmalıdır. Bu zamanda təkcə qida vasitələri, qida əlavələri və yaxud hər hansı bir dərman təyinatı birbaşa olmamalıdır və bu istiqaməti üzrə yönəlməlidir. Əgər infeksiya varsa, patologiya varsa, birinci o aradan götürülməlidir. Əgər hormonal pozğunluq varsa, onu müalicə etmək və sonda artıq spermatozoidlərin aktivliyini artırmaq üçün əlavə dərman preparatları və yaxud da ki, hansı bir qida əlavələri də istifadə etmək olar. Ancaq bu şərtlə ki, həmin şəxsə uyğun dərman preparatı olsun. Çünki ola bilər ki, bir pasiyentə təyin olunan dərman preparatı digər pasiyentə məsləhət görülməsin. Bunlara fikir vermək lazımdır və sonda onu demək istəyirəm ki, yaxşı olar ki, ailə planlamadan öncə və yaxud evlad planlamadan öncə həmin şəxslər gəlib müayinədən keçsinlər və əgər problem varsa, vaxtında aşkar olunsun və bundan sonra həkim təyinatı ilə lazım olan dərman vasitələri və yaxud qida əlavələri qəbul olunsun. Sonda da onu demək istəyirəm ki, bu kimi problemi olan şəxslər əvvəlcə problemin səbəbini araşdırıb sonra müalicə etməlidirlər.